bir insan üçün zəruridir. Kim istəyir bu dünyada saadətə qovuşsun, həm axirətdə. Zəruridir ki, Quranla tanış olsun. Quranla tanış olmadan, Quranla ünsiyyət qurmadan səadətin iyini duya bilməz insan. Aldanar, səiddir, xoşbəxtdir. Amma bir də aylar ki, ömür getdi, amma xoşbəxt kimi dünyadan köçmədi. Nə dünyası, nə axirəti. Bu bir mənalı fikirlərdir. Bunları qeyd edirsiniz, qeyd edin fikrinizdə, zehninizdə, hər halda. Belə deyim, bu müqəddəs kitab bir insanın iman və düşüncəsinin ən əsas qaynağıdır. Həm düşüncəmizin, həm imanımızın, həm deməyim də düşüncə ilə iman bir-birinə ziddiyyət təşkil eləmir ki, sadəcə izah verirəm də, şərh edirəm. İman belə deyil ki, orada düşüncə yoxdur. Düz deyil, imanın elə bir hissəsi düşüncədir də.